Prognoz TV kanalına hoş gelmişsiniz. Səlam, hər vaxtınız xeyir olsun. Sizə 17 aprel 2026-cı ilin bürclərini təqdim edirik. Qoç. Əziz qoçlar, bugün sizin üçün qarışıq, lakin ümumilikdə müsbət enerjilərlə doludur. Sevdiklərinizlə aranızda kiçik fikir ayrılıqları yarana bilər. Bu, həyatın təbii bir parçasıdır və bundan tamamilə qaçmaq demək olar ki, mümkün deyil. Lakin narahat olmayın, ulduzlar göstərir ki, bu anlaşılmazlıqlar ciddi münaqişələrə çevrilməyəcək, daha çox fikir mübadiləsi formasında qalacaq. Əsas odur ki, səbirli olun və hər iki tərəfin baxış bucağını anlamağa çalışın. Günün əvvəli mühüm və dönüş nöqtəsi ola biləcək qərarlar qəbul etmək üçün ən uyğun vaxt deyil. Bu səbəbdən böyük layihələrə başlamazdan və ya həyatınızın gedişatını dəyişdirəcək addımlar atmazdan əvvəl tənəffüs etməyə və vəziyyəti daha dərindən analiz etməyə çalışın. Bəzi çətinliklər qarşınıza çıxsa da daxili gücünüz və qətiyyətiniz sayəsində onların öhdəsindən layiqincə gələcəksiniz. Unutmayın ki, qoçun təbiətində mübarizə ruhu var və bugün bu keyfiyyətiniz xüsusilə parlaq şəkildə özünü göstərəcək. Bugün bir çox qoç üçün qeyri-adi dərəcədə cəlbedici bir auraya sahib olacaqsınız. Sizin enerjiniz, xarizmanız və inamınız ətrafınızdakiları valeh edəcək. Bu cəlbedicilik, əlbəttə ki, insanlarla münasibətlərinizə müsbət təsir göstərəcək, həm köhnə dostluqları möhkəmləndirəcək, həm də yeni tanışlıqların qapılarını açacaq. Sosial çevrənizdə xoş təəssürat yaratmaq bugün sizin üçün asan olacaq. Bu, həm işgüzar, həm də şəxsi əlaqələrdə sizə fayda verə bilər. Tərəddüd etməyin, özünüzü ifadə edin və yeni insanlarla ünsiyyətə başlayın. Günün ikinci yarısı isə həqiqətən də kifayət qədər uğurlu keçəcək, sanki səhər saatlarındakı kiçik maneələr arxada qalmış kimi. Nüfuzlu insanlarla faydalı tanışlıqlar qurmaq, karyeranız üçün əhəmiyyətli ola biləcək əlaqələr qurmaq və ümumilikdə sosial çevrənizi genişləndirmək üçün əla fürsətlər yaranacaq. Bu tanışlıqlar gələcəkdə sizi yeni imkanlara apara bilər, ona görə də açıq olun və qarşınıza çıxan hər bir şəxsi diqqətlə qiymətləndirin. Enerjinizi müdrikcəsinə istifadə edin, çünki bugün sizə verilən güc həm şəxsi, həm də peşəkar həyatınızda irəliləyişlər əldə etməyinizə kömək edəcək. Buğa. Əziz buğalar, bugün sizin üçün əsas açar ehtiyatlılıq və incə yanaşma olacaq. Bu keyfiyyətlər sizin həm şəxsi, həm də peşəkar münasibətlərinizdə böyük üstünlüklər təmin edəcək. Səhər saatlarında başqaları ilə harmoniya yaratmaq bir qədər çətin görünə bilər, çünki daxili dünyanızda müəyyən gərginliklər yaşaya bilərsiniz. Lakin bu gərginliyin sizi mübahisələrə sürükləməsinə icazə verməyin. Yaxınlarınıza qarşı tələbkar olmaqdan çəkinin, onların da öz problemləri və baxış bucaqları olduğunu unutmayın. Təzyiqləri azaltmaq və empatiyanı artırmaq günün bu hissəsini daha rahat keçirməyinizə kömək edəcək. Bir çox buğalar bugün xırda detallara həddindən artıq fikir verməyə və hər şeyi şəxsi qəbul etməyə meyilli olacaqlar. Unutmayın ki, hər şey sizin haqqınızda deyil və bəzən başqalarının hərəkətləri sadəcə onların öz daxili mübarizələrinin əksidir. Narahat olmayın, gün irəlilədikcə bu ilkin gərginlik sakitləşəcək və siz daha pozitiv düşüncələrə qərq olacaqsınız. Özünüzə bir anlıq fasilə verin, dərindən nəfəs alın və hadisələrə daha geniş prizmadan baxmağa çalışın. Günün ikinci yarısı yeni sahələrdə özünüzü sınamaq və həmişə daxilinizdə gəzdirdiyiniz, lakin bəlkə də hələ üzə çıxarmadığınız gizli istedadlarınızı ortaya qoymaq üçün son dərəcə münasib bir zamandır. Yaradıcılığınızın zirvədə olacağı bu dövrdə cəsarətlə addımlar atın və fərqli fəaliyyətlərdə özünüzü sınamaqdan çəkinməyin. Təhsil və yeni biliklərə yiyələnmək bugün sizin üçün xüsusilə asan olacaq. Özünüzü intellektual inkişafa həsr etmək üçün əla bir gündür. Öyrəndikləriniz və əldə etdiyiniz bacarıqlar gələcəkdə sizə böyük faydalar gətirəcək, həm şəxsi həyatınızda, həm də peşəkar yolunuzda yeni qapılar açacaq. Bugün sizin üçün həm daxili sakitliyi tapmaq, həm də yeni üfüqlərə yelkən açmaq imkanı verən bir gündür. Əkizlər. Əziz əkizlər, bugün sizin üçün həvəsin və müsbət yanaşmanın möcüzələr yaradacağı bir gündür. Sizin dinamik enerjiniz və optimizminiz sayəsində qarşınıza çıxan hər bir işin öhdəsindən asanlıqla gələ biləcəksiniz. Bu, həm peşəkar layihələr, həm də şəxsi məsələlər üçün keçərlidir. Yaxınlarınızla vacib məsələləri açıq şəkildə müzakirə etmək üçün əlverişli bir zamandır. Səmimi dialoqlar münasibətlərinizi daha da möhkəmləndirəcək və birgə həllər tapmağınıza kömək edəcək.
Bəzi əkizlər bugün fərqli fikirlərə daha açıq olacaq, hətta bəlkə də əvvəllər qəbul etməkdə çətinlik çəkdiyiniz baxış bucaqlarını anlayacaqsınız. Bu çeviklik və geniş düşüncə tərzi nəticəsində daha ağıllı, daha düşünülmüş və faydalı qərarlar verəcəksiniz. Bugün heç bir şeyə tələsməmək vacibdir. Hər şeyi yavaş və düşünülmüş şəkildə edin, çünki tələskənlik lazımsız səhvlərə yol aça bilər. Gözlənilməz hadisələr və ya yeni imkanlar planlarınızı dəyişdirməyə vadar edə bilər, lakin bu dəyişikliklər sizi narahat etməməlidir. Əksinə, onlara uyğunlaşmağa çalışın, çünki bəzən ən gözlənilməz yollar ən yaxşı nəticələrə gətirib çıxarır. İş və ya bizneslə bağlı perspektivli təkliflər ala bilərsiniz. Bu təklifləri diqqətlə dəyərləndirin, çünki onlar karyeranızda yeni bir səhifə aça bilər. Unutmayın ki, sizin kəskin zəkanız və ünsiyyət qabiliyyətiniz bu cür fürsətləri qiymətləndirməkdə sizə böyük kömək edəcək. Axşam saatları isə həm maddi, həm də mənəvi baxımdan arıqlamaq üçün əlverişlidir. Artıq əşyalardan, istifadəsiz qalmış əşyalardan xilas olun və eyni zamanda köhnəlmiş düşüncələrdən, sizi irəliyə getməyə qoymayan stereotiplərdən azad olun. Bugün həm fiziki məkanı, həm də zehni dünyanızı təmizləmək üçün ideal bir zamandır. Xərçəng, əziz xərçənglər, bugün sizin üçün hər şeyin tamamilə hamar getməyəcəyi, lakin buna baxmayaraq çox iş görə biləcəyiniz enerjilərlə doludur. Səhər saatları məişət problemləri və gündəlik işlərlə bağlı bəzi çağırışlar gətirə bilər. Bu işləri uzatmadan operativ şəkildə həll etməyə çalışmalısınız, çünki gecikmələr daha böyük narahatlıqlara səbəb ola bilər. Evdəki nizamı bərpa etmək və ya uzun müddət təxirə saldığınız təmir işlərinə başlamaq üçün yaxşı bir zamandır. Bütün xərçənglər bugün sevdikləri ilə asanlıqla ortaq dil tapa bilməyəcəklər. Keçmişdəki anlaşılmazlıqlar və ya həll edilməmiş məsələlər yenidən gündəmə gələ bilər və bu yeni münaqişələrə yol aça bilər. Bu dövrdə emosional həssaslığınız artdığı üçün hər kəsin sözünü ürəyinizə salmaqdan çəkinin. Səbirli olmaq və soyuqqanlılığınızı qorumaq bu gərginliyi azaltmaq üçün açar rolunu oynayacaq. Unutmayın ki, münasibətlərdə hər zaman kompromislərə yer var və bəzən sadəcə dinləmək belə böyük dəyişikliklərə səbəb ola bilər. Dərin nəfəs alın və daxili sakitliyinizi qorumağa çalışın. Axşam isə gələcəklə bağlı planlar qurmaq üçün son dərəcə münasib bir vaxtdır. Bu, həm şəxsi arzularınız, həm də peşəkar məqsədlərinizlə bağlı ola bilər. Nə əldə etmək istədiyinizi aydın şəkildə təsəvvür edin və bu məqsədlərə necə çatacağınız barədə düşünün. Hədəflərinizi kağıza yazmaq və hərəkət planı tərtib etmək bugün sizin üçün xüsusilə faydalı ola bilər. Xərçəngin daxili dünyası çox zəngin və intuitivdir. Bugün isə bu intuitivlik gələcək planlarınız üçün yol göstərici olacaq. Özünüzə inanın və arzularınızın ardınca gedin, çünki bugün atılan təməllər gələcəkdə böyük nailiyyətlərə çevrilə bilər. Şir, əziz şirlər, bugün sizin üçün enerji və iradənin zirvədə olacağı bir gündür, lakin bu güc bəzi çətinlikləri də özü ilə gətirə bilər. Daxili yanğınınız çox şeyi həll etməyinizə kömək edəcək, lakin eyni zamanda yaxınlarınızla fikir ayrılığı səbəbindən mübahisələr yaşana bilər. Sizin qətiyyətiniz və liderlik keyfiyyətləriniz bəzən ətrafınızdakıların müqaviməti ilə qarşılaşa bilər. Unutmayın ki, hər kəsin öz baxış bucağı var və bəzən özünüzü başqalarının yerinə qoymaq bu gərginliyi azalda bilər. Eyni zamanda artıq sizin üçün dəyərini itirmiş düşüncə və münasibətlərdən qurtulmağın vaxtıdır. Köhnə vərdişlərdən artıq sizi irəliyə aparmayan əlaqələrdən azad olmaq üçün cəsarətli addımlar atın. Bugün köhnə dəftərləri bağlayıb yeni, parlaq bir səhifə açmaq üçün əlverişli bir zamandır. Bir çox şir bugün qeyri-adi dərəcədə iddialı olacaq. Bu enerjini doğru istiqamətə yönəltmək son dərəcə vacibdir. Özünüzə böyük hədəflər qoyun, lakin bu hədəflərə çatmaq üçün atacağınız addımları diqqətlə planlaşdırın. Yaradıcılığınızı və liderlik bacarıqlarınızı peşəkar sahədə istifadə edin, çünki bugün sizin üçün yeni karyera imkanları və ya layihələr ortaya çıxa bilər. Əgər enerjinizi konstruktiv şəkildə istifadə etsəniz, bu böyük uğurlara gətirib çıxara bilər. Axşam saatları isə ortaq maraqlar paylaşdığınız dostlarla görüşmək üçün əladır. Onlarla bir araya gəlin, səmimi söhbətlər edin və ya hətta birlikdə perspektivli layihələr planlaşdırın. Kollektiv enerji bugün sizin üçün xüsusilə faydalı olacaq. Dostlarınızın dəstəyi və fikirləri sizin üçün yeni qapılar açar, gözləntilərinizi daha da genişləndirə bilər. Unutmayın, şir, sizin təbiətinizdəki parıltı və liderlik bugün sizi irəliyə aparacaq, sadəcə olaraq bu gücü müdrikliklə idarə edin.
Əziz qızlar, bugün sizin üçün fərqli insanlara təsir etmə qabiliyyətinizin yüksək olacağı bir gündür. Sizin analitik zəkanız, incə müşahidə qabiliyyətiniz və ünsiyyət bacarıqlarınız ətrafınızdakiları valeh edəcək. Bir çox qız bürcü nümayəndəsi bugün emosional yüksəliş hiss edəcək, bu da onlara planlaşdırdıqları işləri gözlənildiyindən daha tez və effektiv şəkildə başa çatdırmağa imkan verəcək. Daxili enerjiniz yüksək olduğu üçün işləri daha asanlıqla və motivasiya ilə həll edə biləcəksiniz. Çölə çıxmaq və sosiallaşmaq üçün əlverişli gündür. Özünüzü cəmiyyətdən təcrid etməyin, əksinə insanlarla ünsiyyətə başlayın, yeni tanışlıqlar qurun. Sizin zərifliyiniz və intellektiniz marağınız olan insanlarda asanlıqla xoş təəssürat yaradacaq. Bu tanışlıqlar gələcəkdə həm peşəkar, həm də şəxsi həyatınızda müxtəlif formalara çevrilə bilər. Bəzi tanışlıqlar möhkəm dostluqlara, digərləri isə faydalı əməkdaşlıqlara və ya hətta romantik münasibətlərə qədər gedib çıxa bilər. Yeni imkanlara açıq olun və insanlarla münasibətlərinizə dəyər verin. Axşam isə yaxınlarınızla səmimi söhbətlər üçün əlverişli bir zamandır. Ailə üzvləriniz və ya ən yaxın dostlarınızla dərin mövzuları müzakirə etmək, hisslərinizi bölüşmək üçün ideal bir andır. Bu söhbətlər qarşılıqlı anlayışı artıracaq və münasibətlərinizi daha da möhkəmləndirəcək. Evdə sakit və rahat bir atmosfer yaratmaq, birlikdə vaxt keçirmək bugün sizin üçün xüsusilə xoş olacaq. Qızların təbii həssaslığı və qayğıkeşliyi bugün ətrafınızdakılar tərəfindən yüksək qiymətləndiriləcək. Tərəzi, əziz tərəzilər, bugün siz təsir edə bilməyəcəyiniz bir çox dəyişikliklərlə qarşılaşacaqsınız, lakin narahat olmayın, ulduzlar göstərir ki, onların demək olar ki, hamısı müsbət nəticələr verəcək. Həyatınızda yeni bir səhifə açmaq, köhnə yüklərdən qurtulmaq üçün əlverişli bir zamandır. Bir çox tərəzi üçün başqaları ilə fikir ayrılıqlarından yayınmaq çətin olacaq, lakin bu, yığılıb qalmış ziddiyyətləri üzə çıxarmaq və nəhayət, onları həll etmək üçün unikal bir imkan yaradacaq. Həmişə tarazlığı və harmoniyanı sevən tərəzilər üçün bu proses bir qədər gərgin ola bilər, lakin sonda rahatlama və aydınlıq gətirəcək. Münasibətlərdə açıq və dürüst olun, çünki bu, qarşı tərəfin də eyni cür davranmasına təkan verəcək. Əgər kimləsə münasibətə son qoymaq lazım gəlsə belə, bu qərarın ən doğru qərar olduğunu anlayacaqsınız. Bəzən bəzi əlaqələr artıq sizin inkişafınıza xidmət etmir və onlardan azad olmaq gələcək üçün yeni qapılar açır. Bu prosesi qəbul etməyə çalışın və hər bir sonun yeni bir başlanğıc olduğunu unutmayın. Günün ikinci yarısı yeni biliklər əldə etmək üçün çox əlverişlidir. Özünüzü intellektual inkişafa həsr edin, kitablar oxuyun, yeni mövzular araşdırın, çünki bugün öyrənəcəyiniz məlumatlar yaxın gələcəkdə işinizə yarayacaq və sizə böyük fayda verəcək. Həm şəxsi, həm də peşəkar həyatınızda tətbiq edə biləcəyiniz dəyərli məlumatlar əldə edəcəksiniz. Eyni zamanda sevindirici xəbərlər almağınız mümkündür. Bu xəbərlər sizi ruhlandıracaq və gününüzü daha da işıqlandıracaq. Həyatın sizə təqdim etdiyi fürsətləri qəbul edin və hər bir dəyişikliyə müsbət yanaşın. Əqrəb, əziz əqrəblər, bugün sizin üçün əgər çox sərt və tələbkar olmazsanız, uğurlu keçəcək. Təbiətinizdəki qətiyyət və dərinlik bəzən ətrafınızdakılara qarşı həddindən artıq sərt bir mövqe sərgiləməyinizə səbəb ola bilər. Yaxın ətrafınızdakı insanlarla onların səhv etdiyini düşünsəniz belə mübahisə etməməyə çalışın. Hər kəsin öz yolu və düşüncələri var, bəzən sadəcə müşahidə etmək və ya başqalarının öz səhvlərindən dərs almasına icazə vermək daha müdrik seçim ola bilər. Ətrafınızdakılara qarşı daha tolerant və anlayışlı olun. Bir çox əqrəblər bugün qeyri-adi dərəcədə inandırıcı və cazibədar olacaqlar. Sizin maqnit xarakteriniz və dərinliyiniz insanları cəlb edəcək və bu, yeni tanışlarla tez bir zamanda ümumi dil tapmağınıza kömək edəcək. Bu xüsusiyyətlərinizi işgüzar danışıqlarda, şəxsi münasibətlərdə və ya sosial tədbirlərdə istifadə edə bilərsiniz. Qısa səfərlər həm tək başına, həm də yaxın bir insanla birlikdə olduqca uğurlu keçəcək. Yeni yerlər kəşf edin, fərqli təcrübələr yaşayın, çünki bu, ruhunuzu təzələyəcək və sizə yeni ilham verəcək. Günün ikinci yarısı mühüm və həyati qərarlar üçün münasib zaman deyil. Bu dövrdə böyük dəyişikliklər etməkdən çəkinin, əksinə rutin işlərə və rahatlaşdırıcı fəaliyyətlərə yönəlin. Bunun əvəzinə ev işlərinə vaxt ayıra bilərsiniz. Uzun müddətdir görmədiyiniz qohumlarla ünsiyyət qurmaq, onlara zəng etmək və ya görüşmək üçün əlverişli bir zamandır. Ailə bağlarınızı möhkəmləndirmək və köhnə xatirələri təzələmək bugün sizə xoş anlar yaşatacaq. Bugün sizin üçün həm gücünüzü dərk etmək, həm də yumşaq tərəfinizi göstərmək üçün bir fürsətdir.
Oxatan, əziz oxatanlar, səhər saatlarından etibarən sizi yüngüllük və emosional yüksəliş müşayiət edəcək. Bugün sizə həqiqətən də lazım olan enerji və motivasiya verilir. Uzun müddətdir təxirə saldığınız bir çox məsələləri bugün asanlıqla həll edə biləcəksiniz. İstər peşəkar öhdəliklər, istər şəxsi işlər olsun, bugün onların öhdəsindən gəlmək üçün əla bir zamandır. Oxatanın təbiətindəki optimizm və macəra ruhu bugün xüsusilə ön plana çıxacaq. Bir çox oxatanlar ev işləri ilə məşğul olmalı, yaxınlarına dəstək verməli olacaqlar və maraqlıdır ki, bu onları yormayacaq, əksinə özlərini faydalı hiss etdikləri üçün daxili rahatlıq verəcək. Ailənin dəstəyi və sevdiklərinizin yanında olmaq bugün sizin üçün çox əhəmiyyətli olacaq. Dostlarınız da işlərinizdə fəal iştirak edəcək və onların dəstəyi sizin üçün gözlənilməz dərəcədə faydalı olacaq. Onların təkliflərinə açıq olun, çünki bəzən ən yaxşı ideyalar ətrafımızdakilardan gəlir. Gözlənilməz və cazibədar imkanlar ortaya çıxa bilər, bu da sizi yeni macəralara və təcrübələrə aparacaq. Bu fürsətlərə açıq olun və onlardan yararlanmaqdan çəkinməyin. Eyni zamanda nüfuzlu və faydalı insanlarla əlaqə qurmaq şansı da yaranacaq. Bu tanışlıqlar gələcəkdə sizin üçün həm şəxsi, həm də peşəkar baxımdan böyük qapılar aça bilər. Oxatanın təbii olaraq ünsiyyətcil və açıq xarakteri bugün yeni əlaqələr qurmaqda sizə çox kömək edəcək. Bugün sizin üçün həm daxili rahatlığı tapmaq, həm də yeni üfüqlərə doğru irəliləmək üçün əla bir gündür. Oğlaq, əziz oğlaqlar, bugün sizin üçün tələsməmək və kiçik detallara həddən artıq fikir verməmək vacibdir. Sizin təbii nizam-intizam və məsuliyyət hissinizi bilirəm, lakin bugün hər şeyi mükəmməl etməyə çalışmaq əvəzinə daha rahat bir temp tutmağa çalışın. Bu halda emosiyalarınıza nəzarət edə və yaxınlarınızla lazımsız mübahisələrdən yayınmağı bacaracaqsınız. Sakitlik və daxili balans bugün sizin üçün əsas prioritet olmalıdır. Bəzi oğlaqlar qohumlarına kömək etmək üçün öz işlərini bir müddətlik təxirə salmalı olacaqlar. Bu vəziyyət sizi narahat etməməlidir, çünki ailə dəstəyi bugün sizin üçün böyük mənəvi dəyər daşıyacaq. Sevdiklərinizə kömək etməklə həm onlara fayda verəcək, həm də daxili rahatlıq tapacaqsınız. Yeni biliklər qazanmaq və fərqli fəaliyyət növlərinə başlamaq üçün əlverişli zamandır. Əgər uzun müddətdir öyrənmək istədiyiniz bir şey varsa, bugün ilk addımı atın. İlk uğurlar çox gözlətməyəcək, çünki sizin zəhmətkeşliyiniz və əzmkarlığınız bu sahədə sizə böyük kömək edəcək. Özünüzə inam sayəsində bir çox çətinliklərin öhdəsindən gələcəksiniz. Unutmayın ki, sizin daxili gücünüz və qətiyyətiniz bugün sizi istənilən maneədən keçirə bilər. Ciddi məsələləri müzakirə etmək üçün münasib gündür. İşgüzar görüşlər, ailəvi müzakirələr və ya digər vacib danışıqlar üçün əlverişli bir vaxtdır. Ortaq məxrəcə gəlmək gözlədiyinizdən daha asan olacaq, çünki bugün dialoq və qarşılıqlı anlayış üçün enerjilər müsbətdir. Fikirlərinizi aydın şəkildə ifadə edin və başqalarını dinləməkdən çəkinməyin. Dolça, əziz dolçalar, bugün sizin üçün sakitlik və soyuqqanlılıq istənilən işi uğurla yerinə yetirməyə imkan verəcək. Sizin rasional düşüncə tərziniz və obyektivliyiniz bugün xüsusilə ön plana çıxacaq. Daxili harmoniyanızı qoruyun, çünki bu sizi istənilən gərginlikdən uzaqlaşdıracaq. Bir çox dolçalar üçün yaşlı qohumların məsləhətləri faydalı olacaq və onların vaxtında edildiyi sübut olunacaq. Böyüklərin həyat təcrübəsinə və müdrikliyinə qulaq asın, çünki onların verdiyi tövsiyələr bəzi mühüm qərarlarınızda sizə yol göstərə bilər. Qısa səfərlər üçün əlverişli zamandır. Bunlar sizə yeni təəssüratlar bəxş edəcək, zehni yorğunluğunuzu aradan qaldıracaq və bədəninizi təzələyəcək. Yeni yerlər kəşf edin, fərqli insanlarla tanış olun, çünki bu sizin dünya görüşünüzü genişləndirəcək. Düzgün insanlarla tanış olmaq və düzgün seçim etmək üçün yaxşı gündür. Sosial çevrənizdə yeni, faydalı əlaqələr qurula bilər. Bu tanışlıqlar həm şəxsi həyatınızda, həm də peşəkar fəaliyyətinizdə müsbət rol oynaya bilər. Günün ikinci yarısında hələ özünü doğrultmamış şəxslərə tam etibar etməyin. Hər kəsə açıq fikirli olun, lakin eyni zamanda diqqətli olun və kimə güvəndiyinizi yaxşı qiymətləndirin. Bütün gözləntiləriniz reallaşmasa da narahat olmayın. Unutmayın ki, həyatda hər şey planlaşdırıldığı kimi getmir. Bəzən ən gözlənilməz hadisələr belə sonda sizin üçün xeyirli ola bilər. Optimist olun və unutmayın ki, sonda hər şey yaxşı olacaq. Dolçanın gələcəyə yönəlmiş baxışı və yeniliklərə açıq olması bugün onu irəliyə aparacaq. Balıqlar, əziz balıqlar, bugün sizin üçün dəstək almaq və faydalı əlaqələr qurmaq üçün çox münasibdir.
Daxili dünyanızın zənginliyi və empatiyanız ətrafınızdakıları sizə doğru çəkəcək. Cəsarət və özünə inam sizi daha da gücləndirəcək. Tərəddüd etməyin, özünüzü ifadə edin və daxili gücünüzə güvənin. Bir çox balıqlar uzun müddətdir ertələdikləri, bəlkə də çətinlik çəkdikləri məsələləri bugün həll edə biləcəklər. Bugünün enerjiləri bu işlərin öhdəsindən gəlmək üçün sizə lazım olan qətiyyəti və aydınlığı verəcək. Nüfuzlu şəxslərlə münasibət qurmaq imkanı yaranacaq. Bu, həm peşəkar sahədə, həm də şəxsi inkişafınızda sizə yeni qapılar aça bilər. Bu tanışlıqlardan səmərəli istifadə edin, çünki onlar sizə yeni perspektivlər təqdim edə bilər. Əksər işləri tək görmək məcburiyyətində qalmayacaqsınız, etibarlı tərəfdaşlar və yaxınlar sizə kömək təklif edəcəklər. Onların dəstəyini qəbul etməkdən çəkinməyin, çünki kollektiv iş bugün sizin üçün xüsusilə uğurlu olacaq. Komanda işi və birgə fəaliyyətlər sizi daha da irəliyə aparacaq. Yaşlı qohumları ziyarət etmək və evdə qonaq qəbul etmək üçün də münasib zamandır. Bu ünsiyyət həm sizə, həm də onlara zövq verəcək, köhnə xatirələri təzələyəcək və ailə bağlarını möhkəmləndirəcək. Onların müdrik məsləhətləri və həyat təcrübələri bugün sizə faydalı ola bilər. Bugün sizin üçün həm mənəvi rahatlıq, həm də sosial əlaqələrinizi möhkəmləndirmək üçün gözəl bir gündür. Özünüzü sevin və ətrafınızdakilarla sevgi paylaşın.